Salam dostlar. Bu meditasiyanı əldə etməzdən əvvəl psixosomatikada ümumiyyətlə dərinin nə olması ilə bağlı, psixosomatikaya görə dəri xəstəliyinin niyə yaranması, yaranma səbəblərini və ümumiyyətlə bu mətnli gipotik meditasiya seansının bu istiqamətdə verdiyi faydası haqqında istəyirəm ki, qısa məlumat verim. Məhz bu məlumatdan sonra siz özünüz üçün deyək ki, əldə edəcəyiniz məhsulun sizə nə qədər faydalı və lazım olmasını qərar verəcəksiniz. Belə, psixosomatikada dəri insanın xarici dünya ilə, zahiri dünya ilə qarşılıqlı əlaqəsini və daxili psixoloji vəziyyətlərini əks etdirən, onu bunlardan belə deyək də, müdafiə etməyə çalışan zahirdəki o insanın aboloçkası, qabığı hesab olunur dəri. Ümumiyyətlə belə götürəndə bütün dəri xəstəlikləri emosional streslə, gərginliklə, narahatlıqla, depressiyayla və digər psixoloji amillərlə əlaqələndirilir. Təsadüf edir ki, çox vaxt dərini insanın xarici sinir sistemi kimi adlandırırlar. Dəri psixosomatikaya görə əsl mən və qeyri-mən arasında olan bir növ səhhət rolunu oynayır. Dəri xəstəlikləri hər bir insanda və yaxud da hər hansı bir insanda onu əhatə edən adamlarla əlaqə qurma zamanı gələndə orada yaranan o çətinlikləri daxilən içəridə aşağıya görünməsin deyə, üzə çıxmasın deyə lap dərinə sıxdığı həmin o duyğuların göstərən və yaxud orada xəbər verən bir amildir. Hətta həmin o dediyim real əslində indi burada baş verməsə də real vəziyyətdə yox. Sadəcə o adam üçün deyək ki, hətta xəyali düşüncə olsa belə kifayətdir ki, bununla bağlı həmin o qaşımalar yaxud da ki, ümumiyyətlə dəri xəstəliyi yaranmağa başlasın. Ona görə də bütün dəri xəstəlikləri yaxud da dəri ilə bağlı problemlər şuurun dərinlərdəki problemlərdir, gərginliklərdir, narahatlıqlardır. Bir sözlə, həmin bu şəxsi keçdiyi həyat təcrübələridir. Və insanın heç bir şəkildə buraxa bilmədiyi, deyə bilmədiyi nə kimi duyğuları var, hissləri var. Onun ruhu dəri vasitəsilə, səpkilərlə və s. hər hansı bir yara kimi başlayıb üzə çıxartmağa. Görürsünüz? Ən sözdə bunlar üst-üstə yığılmış, qalanmış, çəkmiş yanları. Sizin üçün şikayətlər, özünü günahlandırmalar, utanclar və əlbəttə ki, bu insan heç bir şəkildə ifadə eləmədiyi dərin qəzəbidir insanın. Ki, bunlar hamısı üst-üstə qalanıb, belə alınıb baxırlar. Məsələn, psoriaz, sədəf dediyimiz bu qəliz xəstəlik, bu insanın yaxınlarına etiraf eləyə bilmədiyi, yaxud da ki, deyəcəm xətirlərinə dəyəcək, incəyəcəklər. Ona görə ki, onun bu şəxslərdən çox güclü asılılığı var və o qorxur ki, bunu eləsə, bunu onların üzünə dilsə, deyək ki, bütün münasibətlər hamısı pozulacaq. Və yaxında əldə eləmək istədilər ki, o əlindən çıxacaq. Yəni, o özü bu münasibətləri pozacaq, ondan qorxur. Yaxud da vitiligo. Bu çox vaxt uşaq yaşlarından gələn güclü bir psixoloji travmadır. Vitiligo insanı deyək ki, şüuraltı olaraq cəmiyyətdən tərcih edir. Yəni, qoymur, getmə. Sanki vitiligo bu şəxsə şans verir ki, başqa sözlə, onun bu istəyi ki var, çıxmaq istəmir küçəyə, onun hərəkətini, davranışını vitiligo əsaslandırır ki, belə vəziyyətdə hara gedirsən? Bir sözlə vitiligo ona kömək eləyir ki, sənin cəmiyyətlə olmayan münasibətləri, onlardan qaçmağın məntiqə uyğundur, getmə. Eyni zamanda, bəzi dəri xəstəliklərində isə bu daxili konflikti yaradan, hansı ki, hansı konkret şəxslər, insanlar yox, cəmiyyət yox, bu şəxsin özünün yaşadığı durum, özü ilə heç barışa bilmədiyi həmin andakı özü olur. Məsələn, seborrhoik dermatit ümumi bu səbəbdən yaranır, yara şəklində. Çünki bu şəxs özünün indiki vəziyyətlə bacara bilmədiyini başa düşür. İndiki durumda özünün gözdən düşdüyünü hiss edir. Başqa bir sözlə, özünün artıq sönmüş olduğunu təsdiq etməsidir ki, seborrhoik dermatit yaranıb inkişaf etsin.
Bütün bunları deməkdə məqsədim odur ki, siz artıq bilirsiniz ki, bütün dəri xəstəlikləri gərginliklə, dərin stresslə müşahidə olunur. Və əlbəttə bütün bunlar hamısı bizim beynimizdə başlayır. Beyindən başlayansa problemi təkrar eləmək, yəni doğrudan da psixolojidirsə, aşağıda hər hansısa bir bədənin bir yerində sürtki ilə, kremlə, mayzla, nə bilim hansı iynələrlə sağaltma mümkün olmayacaq. Ola bilər ki, ilk etapda dərman öz işini görsün və ilk baxışda doğrudan da hansısa bir müsbət nəticənin əldə olunmağını bu adam hiss eləsin. Və öz həyatında bayaq dediyim situasiyalarına dönə-dönə üz-üzə gəlirsə, onu yaşayırsa, o zaten bunu yaşayır, onların içində yaşayır. Aydın məsələ ki, dəri xəstəliyi yenə o şəkildə içəridən üzə çıxacaq. Çünki fizioloji olaraq hansı bir müalicə üstü tətbiq edilsə, psixoloji olaraq bu beyində dəyişmədi. Sənin ətrafındakı insanlar yenə sənindir. Sənin ətraf mühitə qarşı münasibətlərin yenə əvvəlki kimidir. Durumun həmin durum olaraq qalır. Odur ki, beyin yenə öz işini görüb, bədənlə bir təmasda olub, dediyimiz hər hansısa bir psixoloji dəri xəstəliyini üzə çıxardır. Təkrar edilən psixoloji dəri xəstəliyi. Biz burada hansısa bir infeksiyon xəstəlikdən danışmırıq. Yəni, səndə hər şey yaxşı idi, kimləsə sənə infeksiya keçdi və dəri xəstəlik yarandı. Əlbəttə, sən bunları hansısa bir sürtki ilə, kremlə, mayzla, hər nəsə sağalda bilərsən. Çox rahat şəkildə. El təbabətinə, xal təbabətinə və s. Deməli, əgər biz artıq bildik ki, dəri xəstəlikləri, psixoloji olaraq dəri xəstəlikləri gərginliklə, hansısa stresslə, dərin stresslə müşahidə olunursa, nə etmək lazımdır? Əlbəttə, bu kimi vəziyyətə gələndə, situasiya düşəndə maksimum rahatlaşmaq lazımdır. Və səbəb ki, o nələrsə var, bunların hamısını bir tərəfə qoyub, bunlar haqqında düşünmək əvəzinə təklif edin bu gipotik meditasiya seansını qulaq asmaqla öz şüur altınızda yaşadığınız problemlə daha yaxından tanış olasınız və onun üzərində işləməyə başlayasınız. Başlayırsınız. Yəni, əgər sizin hər hansısa bir bahalı saydığınız psixoterapiya seanslardan getməyə imkanınız yoxdursa, bu kimi vəziyyətlər gələndə lazımdır ki, maksimum rahatlaşasınız və dönəcək düşündüyünüz hansısa bir problemləri kənara qoyub, belə mətnli meditasiya seanslarını dinləyəsiniz. Ümumiyyətlə, bu kimi meditasiyalar mənim çox olacaq, bir çox sindromlarla bağlı. Baxın, mətnli gipotik meditasiya seansları ilə işləyəndə sən hər dəfə öz probleminin üstünə qayıdında, onu işləməyə başlayanda şüur altı sənin mütəmadi olaraq bu məsələni dəyişmək istədiyi bir zapis eləyir özündə. Və gələn dəfə bu artıq onun üçün avtomatikləşməyə başlayır. Nə baş verir burada? Sən mənim verdiyim təkliflərə qulaq asılır. Ümumiyyətlə, bunun haqqında mən səhifəmdə mətnli gipotik meditasiya seansı nədir, onun faydası nədir, opsi xarakter daşıyan ümumiyyətlə bunlar haqqında mən geniş bir məlumatlı olan video rolik saxlamışam, var. Mütləq ona baxın, çünki orada siz bir çox məqamları özü üçün aydınlaşdırasınız ki, bu bunun üçündür, bu mənə burada lazımdır, bu kakraz burada çox əhəmiyyətli olacaq, bunu da almağa mənə pis olmaz. Məsəl üçün, yəni bir növbədə nəsə bir dərman, ya hansısa bir şey alanda sizə instruksiya olur, açırsınız onu, baxırsınız, necə quraşdırmaq lazımdır, mənə lazımdır, yoxsa yox, və s. Ölçüləri filanı və s. bütün parametrləri. O nəzərdən səhifəmə dönüb, orada mətnli gipotik meditasiya seansları nədir, faydası nədir adlı videorolika baxıb, orada bunun nə üçün lazım olduğunu görəcəksiniz. Təklif edirəm ki, qulaq asın, dincəlin, rahatlanın, problemi üzərində işləyin, onu özünüzdən uzaqlaşdırın, sağalın və rahat yaşamağa başlayın. Bu qədər. Sizinlə Müşfik Nəzərov idi. Allah amanında.